Bu aktyoru tanıdınız da, Steven Seagal. Bu aktyorun bu qədər uğur qazanmağına baxmayaraq, sadəliyinə baxın. Şabran şəhərində 1 manata lülə satır. 2 manata da mal lüləsi satır. Elədir? Elədir ki, Halal var. olsun valla. Bu maldır yoxsa toyuqdur? Bu mal lüləsidir. Toyuq da 1 manatdır. Elədir? Elədir ki, var. Qardaş, sən bu qədər uğur qazanmısan, bu qədər filmlərə çəkilmisən. Amma gəl ki, Şabran şəhərində 1 manata lülə satırsan. Yəni xalqa xidmət eləyirsən. Elədir ki, var. Var olasın, Allah razı olsun səndən. Kebabito. Kebabito'da. Yəni gəlib obyekt açıb burada qardaşımız Steven Seagal. Allah sən də var eləsin. Mənə İnşallah Azərbaycanda öyrətdin. düşünürsünüzmü nəsə film kimi nəsə bir şey, Yox, mən də layihələr başımı varmı? qarışdırmışam elə bu lülə kebaba. Allah bərəkət versin. Bəs toyuq tikəsin neçə verirsiniz? 3 sokunu 2 manata veririk. Halal olsun sizə. Başqa nə var sizdə? Bizdə Ciyərdən. doğğa var, qəşəng 50 qəpiyə isti doğğalarımız var. Kebablarımız çoxdur. Ciyər də var 1 manata Toyuq deyəsən. ciyəri var 1 manata, pətənə var 1 manata. Hə, kasıb cəmaatı hal-hazırda xidmət göstərirsən. Elədir ki, var 1 manata. Yəni nə istəsən gəlib yeyə bilərsən. Yəni hal-hazırda Steven Seagal Azərbaycanda Şabran şəhərində Kebabito'da fəaliyyət göstərir, dəyərli dostlar. Gəlin, şəkil çəkdirmək istəyirsiniz, nə istəyirsiniz, özü buradadır. Bu qədər.